Xanımlar, sizin o qəlbi açıq, amma bəylərə qarşı bəzən çaşqın qalan könlünüzə biraz aydınlıq gətirmək üçün qısa video hazırlamışam. Həyatınızda olan kişilərin adındakı hərflərə görə necə bir maceraya və ya filmə düşmüsünüz, onun xarakterini, münasibətlərdə davranışını, qısqanclıq səviyyəsini, sadiqliyini və daxili niyyətlərini bilmək istəyirsinizsə, yaxın oturun. Əgər həyatında olan bəyin adında A varsa, sən artıq bir generalın yoldaşısan. Özünü elə aparmalısın. Bu kişi liderdir. Evdə son söz onun olmalıdır. Olmasa da elə bilməlidir ki, onun olub. Özündən razıdır. Bəzən sənin dediyini qulaqarına vurur. Çünki hər zaman mən haqlıyam düşünür. Amma içində uşaqlıq var. Əgər ona bir dəfə sənə güvənirəm desən, ölənə qədər sənə dayaq olar. Biraz inadkardır. Bəzən deyə bilərsən ki, bu kişi inadla divara dırmaşır. Amma sevəndə öz canını ortaya qoyar. Səninlə planlar qurar, gələcək düşünər. Sadəcə sənə nə lazımdır? Səbir və diplomatiya. Unutma ki, A kişisinə neyinirsən demə. Sənə güvənirəm de. O zaman dağları da sənin üçün yerindən tərpədər. Gələk adında V olan kişilərə. Bilməlisən ki, bu kişi balaca böyük bilməz. Onunla biraz gülə-gülə, biraz da səbirlə yaşamalısın. Bu kişi ilə bil ki, içində daim zarafat edən bir uşaq saxlayır. Hər şeyi ciddiyə almır. Bəzən sənin gərgin vaxtlarında sənə bir fincan çay çək, hər şey keçər deyər. Nə romantik deyir, nə də sərt. Biraz arada qalıb. Amma sənə baxışla hər şeyi deyə bilər. Sən küsəndiysə sənə yenə o ayın günlərdə deyər. Qəlbi təmizdir. Səni incidirsə də qəsdən deyil. Sadəcə onun üçün həyat biraz komediya filmi kimidir. Hər şeyi gülmək istəyir. Sən ciddi məsələlər danışmaq istəyirsən, o isə bir TikTok videosu göstərir. Nə etməlisən? Güclü yumor hissin olsun. Varsa bu kişi səni bir ömür boyu güldürər. Yoxsa da öyrənməlisən. Əgər həyatında olan kişi cinsinin adında C varsa, cindirmi, centlemendirmi bilmək olmur. Bu kişi biraz müəmmalıdır. Danışanda fikrini düz demir. Döndərə-döndərə deyir. Bir dediyini 2 dəfə eşitməlisən. Əgər o narahat olma, mən həll edərəm deyibsə, məncə rahat olma. Çünki heç nə həll olunmur. Amma bir şey var ki, bu kişinin ehtirası ilə hirsinin dozası bərabərdir. Səni bir gün göylərə qaldırar, bir gün də elə buraxar ki, mən neylədim axı deyərsin. Gözləntiləri çoxdur, amma özü çox da açıqlamaz. Səssiz, sehirlidir. Sənə sevgi dolu baxışlarla baxar. Amma səni sevirəm deməz. Sən bir addım geri çəkiləndə o bir addım yaxınlaşar. Amma daim diqqət istəyər. Yazmasan, zəng etməsən küskünlüyünü bir hekayə ilə göstərər. Bu kişini sev, amma ehtiyatlı ol. Romantik aktyordur. Ssenarisini isə özü yazır. Adında Ç hərfi ilə başlayan bəy çox bilmişin təkmilləşmiş versiyasıdır. Sən artıq mənim niyə başım gicəllənir deyə düşünmə. Bu adam sənin emosional roller coasterındır. Yəni Luna Parkdakı surət qatarın. Bu kişi çox danışar, çox düşünər, amma az etiraf edər. Yəni sənə sevgisini göstərməz, amma qısqanclığından dağlara dırmaşa bilər. Hər şey bilir, amma sənə mən bilmirəm deyib sınağa çəkir. Manipulyasiya var, zəka o da var, sədaqət o artıq vəziyyətlə bağlıdır. Amma sən biraz təzyiq etdinmi, buz kimi əriməyə başlayar. Duyğusal tərəfləri var, amma onu göstərməkdən utanır. Belə kişiyə qarşı sakit, amma strateji ol. Hər dediyini sorğu-sual etmə. Amma hər şeyə də inanma. Ç hərfi ilə başlasa da özü də çarəsiz deyil, amma səni çaşbaş sala bilər. D hərfi ilə başlayan bəy duyğularını gizləyən daş ürəklilərdənmi, yoxsa bizə elə gəlir? D hərfi ilə başlayan bəy dayanıqlı olur, həm də çox. Yəni sən də dalaşar, küsər, amma yenə də qaydar. Bu kişilər çox zaman ailə dəyərlərinə bağlı olurlar. Amma mənəm deməyə də bayılırlar. Biraz sərt görünə bilər, amma içində uşaq kimi bir sevgi gözləyir. Sadəcə göstərməyi bacarmır. D hərfi olan bəylər lider ruhlu olur. Hər şeyin öz bildikləri kimi olmağını istəyirlər. Sən biraz sərbəst olsan belə, o səni yenə də qorumaq istəyəcək. Amma unutma, bu kişi idarə etməyi sevir. Qətiyyən onunla güc savaşına girmə. Zərifcəsinə öz istəyini qəbul etdirməyi öyrən. D hərfi olan kişi dayanır, düşünür və sonra sənin ürəyinə düşür. Amma tələsmə və onu tələsdirmə.
E hərfi ilə başlayan bəy elə bil ki, enerji batareyasıdır. Enerjili, danışqan, sosial biridir. Yəni, sən bir şey danışanda o artıq başqa mövzuya keçir. Bu kişilər özünü sevdirməyi bacarır. İnsanlarla dil tapır, zarafat edir. Amma səninlə baş-başa qalanda bəzən səhvli ola bilər. Onların içində dərinlik var. Amma sən onunla rahat və açıq ünsiyyət qurmasan, o oyanmayacaq. E hərfi olan kişi dost kimi əla, sevgili kimi də maraqlıdır. Amma sabitlik axtarırsansa, diqqətli ol. Çünki o biraz macəra axtaran tiplərdəndir. Ona maraqlı, zəhmətkeş və içdən olsan, səni seçər. Amma darıxarsa, enerjisini başqa yerdə axtarar. O elə bil ki, elektrikdir. Səni işıqlandırar, amma diqqətli ol ki, vurmasın. Bugün də 6 hərfi birgə açdıq. Kişiləri biraz daha tanıdıq. Ümid edirəm ki, əks cinsdə bu videonu dinləyəcək. Onlara demək istəyirəm ki, əgər adınızda bu hərflər varsa, qadınlarınıza başa düşməyə çalışın. Düzdür, bu riyaziyyat kitabı oxumaqdan çətin ola bilər. Hərf hər şey deyil, amma çox şey deyir. Rəylərdə yazın görüm, hansı daha çox rast gəlinir. Gələn videoda növbəti hərflər ilə davam edəcəyik. Abunə olmağı unutma. Yoxsa kişindən daha çox məni düşünərsən. Hələlik.